elə düşüncənin mahiyyətini aça bilməmək bəzən insanları mistikaya gətirib çıxarır, başqa bir şeylərə gətirib çıxarır, başqa cür düşünməyə gətirib çıxarır. Qüvvət, mən çox eşitmişəm ki, beyin cansız maddədir, o düşünə bilməz. Düşünən ruhdur, düşüncə prosesi ruhda baş verir. Beyin sadəcə olaraq pianinanın klaviaturası kimi bir şeydir, ruh beynin vasitəsilə informasiyanı ötürür və son olaraq insanların çoxu düşünürlər ki, düşüncə kimi qəliz bir proses, beyin kimi cansız bir orqanda baş verə bilməz. Mən çox eşitmişəm belə fikirləri. Həm də eyni fikirlər, başqa cür fikirlər də var. Biz beynimizi idarə edirik, yoxsa beyin bizi idarə edir? Mən buradan tam cəsarətlə deyə bilərəm ki, bizi idarə edən bizim beynimizdir. Bizim beynimizin bizə verdiyi komandadan asılı olaraq mən oğru da ola bilərəm, ziyalı da ola bilərəm, müxtəlif əxlaqi keyfiyyətlərə malik ola bilərəm. Bizim hər bir hərəkətimizi, davranışımızı, düşüncələrimizi idarə eləyən, bax, çəkisi 1250 ilə 1450 qram arasında olan, bax, bu beyindir. Mən sizə bir maraqlı bir misal deyim. Hər bir insan öz beyninin təcəssümüdür. Beynimizin biz məhsulu yox. Və mən düşünürəm ki, bütün digər orqanlar məhz beyinə xidmət etmək üçün yaradılıb. Faktla deyim, beyin bədən çəkisinin cəmsi 2%-ni təşkil edir, kütləcə. Cəmsi 2%-ni. Ürəyin vurduğu qanın 20%-i sırf beyin üçündür. 20%-i ancaq beyin üçün gəlir. Ağciyərlər beyinə gedən qanın tərkibini oksigenlə zənginləşdirir. Həzm traktı beyinə qlukozanı göndərir. Qaraciyər qanı təmizləyir ki, beyinə daha yaxşı maddələr gəlsin. Və ümumiyyətlə, bütün digər orqanlar beyinə xidmət üçündür və beyin öz fəaliyyətini dayandıranda ölüm baş verir.